Quran-ı Kərimin Əhzab surəsinin 23-cü ayəsinin barəsində Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Minəl mu'mininə ricalun sadaqu ma'ahədullah. Möminlər arasında, Allaha inanan insanlar arasında elə kişilər var ki, Allaha verdiyi sözlərə sadiqdilər. Allaha verdiyi sözü tutarlar. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهِ. Kimlər olur, onların içərisindən bəziləri bu əhdə sadiq olub, dünyalarını da əhdə sadiq olaraq dəyişib. وَمِنْهُمْ مَنْ يَنْتَزِرِ. Amma onların içərisində bəziləri də var, verdikləri əhdi vaxtı gözləyirlər. Hələ onlar sağdır. وَمَا بَدَّلُوا تَبْدِيلًا. Onların fikrində, düşüncəsində əsla bir dəyişiklik baş verməz. Bu vəfa məktəbinin ayədə ki deyir, verdikləri sözləri əhdi tutarlar, bu təhcə ilə Kərbəlada qalmadı. İmam Hüseyin əleyhissalam şəhadət məktəbinin özülünü qoyan idi, bünövrəsini qoyan idi, təməlini qoyan idi və bu şəhid sözü də İslam termini olaraq məhz elə tarixdə 2 nəfərə Seyyid-ü-Şühəda deyilib. Bir Həmzə Seyyid-ü-Şühəda, Peyğəmbər sallavatullahın əmsinə, bir də İmam Hüseyin əleyhissalama deyilib.